Salam Simnara, hər vaxtınız xeyir. Bəli, ABŞ və İsrailin İrana zərbələri ilə bağlı İrandan yerli və xarici vətəndaşların təxliyəsi prosesi davam edir. 28 fevral saat 08:00-dan indiyənədək 224 Azərbaycan vətəndaşı ölkəmizə təxliyə olunub. Eyni zamanda 900-dən çox əcnəbi vətəndaş İrandan təxliyə olunub. Ümumilikdə İrandan Oman, Pakistan, Tacikistan, Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, Tunis, Fransa kimi ölkələrin vətəndaşları ölkəmizə təxliyə olunub. Eyni zamanda diqqətinizə çatdırmaq istəyirəm ki, martın 1-i gecə saatlarından etibarən Rusiya vətəndaşlarının təxliyəsi prosesinə də başlanılıb və təkcə dünən gecə saatlarında 126 Rus vətəndaşı xüsusi avtobuslarla Lənkəran Beynəlxalq Hava Limanına göndəriliblər. Oradan isə Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus İl-76 təyyarəsi ilə ölkələrinə uçublar. Və ümumilikdə 250-dən çox Rus vətəndaşı İrandan ölkəmizə təxliyə olunub. Rusiya media orqanlarının verdiyi məlumata əsasən 500-ə yaxın Rusiya vətəndaşı İrandan ölkəmizə təxliyə olunacaq və onlar Tehrandakı və ümumi İrandakı vətəndaşlarına xəbərdarlıq edərək bildiriblər ki, İranı Ermənistan və Azərbaycan keçid məntəqələrindən tərk etsinlər. Eyni zamanda son 2 gün ərzində Serbiya, Slovakiya, Pakistan, Oman, Rusiya diplomatik nümayəndələri İrandan ölkəmizə təxliyə olunublar. Bir məlumatda diqqətinizə çatdırmaq istəyirəm ki, Türkiyə və İran arasında sərhəd məntəqəsində vətəndaşların keçidinə məhdudiyyətlər tətbiq olunub. Bu barədə Türkiyə Ticarət Naziri Ömər Bolat məlumat verib. Onun sözlərinə görə yük maşınlarının keçidinə icazə verilsə də vətəndaşların keçidi məhdudlaşdırılıb. Bununla da Azərbaycan İrandan təxliyə olunan vətəndaşlar üçün əsas keçid məntəqəsi rolunu oynayır və bu Azərbaycanın humanist siyasətini dünyaya bir daha sübut edir. Bəli, biz hazırda Astara dövlət sərhəddindən buraxılış məntəqəsindəyik. 28 fevraldan indiyənədək 224 Azərbaycan vətəndaşı, 900-dən çox əcnəbi vətəndaş İrandan ölkəmizə təxliyə olunub. Təxliyə olunanlar üçün hər bir şərait yaradılıb, çay süfrələri təşkil olunub, təcili tibbi yardım briqadaları əraziyə cəlb edilib. Onlar xüsusi avtobuslarla öncə paytaxtda, oradan isə ölkələrinə göndərilirlər. Bu saata çatdıracaqlarım bu qədər. Simnarə, söz yenidən sizdədir.